Ya eyyuhel muzzemmil qumil leyle illa qalila nisfehu ev inqus minhu qalila ev zid aleyhi ve rattilil Kur'ane tertila. Ey libasa bürünmüş veya libasla örtünmüş, kalk. Gecenin az bir hissesi istisna olmakla namaza dur. Onun yarısını yaxud ondan biraz eskilt veya artır. Kur'an'ı da aramla oku. وَمِنَ اللَّيْلِ فَتَهَجَّتْ بِهِ نَافِلَةً لَكَ عَسَى أَنْ يَبْعَثَكَ رَبُّكَ مَقَامًا مَحْمُودًا. Gecenin bir vakti uyanıp ancak sana məxsus namaz kıl. Olabilsin ki veya mümkündür ki Rabbim buna göre seni tarife layık bir məqama yükseltsin. وَمِنَ اللَّيْلِ فَاسْجُدْ لَهُ وَسَبِّحُ لَيْلًا طَوِيلًا. Gecenin bir hissesinde ona secde et ve gecede uzun müddet veya secdede uzun müddet onun şanine tariflerdi. وَمِنَ اللَّيْلِ فَسَبِّحُ وَاَدْبَارَ السُّجُودِ. Gecenin bir vaktinde ve secdeden sonra onun şanine tariflerdi. وَمِنَ اللَّيْلِ فَسَبِّحُ وَاَدْبَارَ النُّجُومِ. Gecenin bir vaktinde ve ulduzlar batandan sonra onun şanine tariflerdi. Ve Peygamber sallallahu aleyhi ve sellem tabi olup bu emre, yerine getirip bu emri, ona göre de o əzəmətli məqam, o şərəfli dərəcə verilib ona. Baxmayaraq ondan qabaq da şərəfli məqamı var idi. Yüksək dərəcəsi var idi Rəbbinin yanında. Ayşə radiyallahu anhə, eləcə də Muğira bin Şübə deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm gecəni o qədər ibadətdə keçirərdi ki, ayaqları çatlayardı və ya dabanları çatlayardı və bəzi rəvayətlərdə gələrdi ki, şişərdi. Deyərdilər ki, ona limə tasna'u hədə, niyə belə edirsən? وَقَدْ غَفَرَ اللّٰهُ لَكَ مَا تَقَدَّمَ مِنْ دَمِّكَ وَمَا تَأَخَّرَ. Allah sənin artıq keçmiş, gələcək günahlarını bağışlayıb. Nə gərəkdir buna? Deyər ki, əfələ əkunu əbdən şəkura. Deyər ki, istəmirsiniz ki, mən şükür edən bəndələrdən olum. Ona görə vəsf edir onu Abdullah ibn Ravaha radiyallahu anhu şeirində və deyir ki, وَفِينَا رَسُولُ اللّٰهِ يَتْلُوا كِتَابَهِ اِذَا انْشَقَّ مَعْرُوفٌ مِنَ الْفَجْرِ صَاطِعُ. Bizim aramızda Allah'ın elçisi var. O onun kitabını okuyor. Sübhün parlak ışığı yayıldığı zaman يَبِيتُ يُجَافِ جَنْبَهُ عَنْ فِرَاشِهِ اِذَا اسْتَثْقَلَتْ بِالْكَافِر۪ينَ الْمَضَاجِعُ. O geceler yatağından uzak olur, kalkır. Kafirler yataklarında rahat yattıkları vaxt, onlara yataklarından kalkmak ağır geldiği vaxt. Ona göre Kur'an ve sünneye baktıkda görürük ki gece namazının, onun əhlinin fəziləti üçün dərəcələrinin yüksək olmağı haqqında ne çok hadisler gelip. Ebu Hureyre radiyallahu anhu deyir ki, Peygamber sallallahu aleyhi ve sellem'den soruşuldu, en əfsəl namaz hansıdır? Fərz namazlarından sonra dedi ki, afdalus salə ba'dəl fərida salatul leyl. Fərz namazından sonra və fərz namazlarından sonra en əfsəl namaz gece namazıdır. Ve beyan edib, Allah Teala eləcə də elçisi bu ibadetin şəninin əzəmətliyini ve Peygamber sallallahu aleyhi ve sellem ilk Medine'ye geldiğinde tövsiye ettiği namazdır. Necə ki Abdullah ibn Salam radiyallahu anhu deyir ki, Peygamber sallallahu aleyhi ve sellem Medine'ye geldikdə insanlar ona doğru axışdılar sürətlə. Onu qarşılamaq üçün və mən də onların arasındaydım. Onun üzünü görüb tanımaq üçün çıxdım. Və elə ki üzünə baxdım, başa düşdüm ki bu üz yalan danışan deyil. Və ən birinci danışdığı və dediği dedi ki, Eyyuhənnəs, ey insanlar, əfşus salam, salamı yayın, və at'imut ta'am, yemək yedizdirin, və sallu bil-leyli və-nəsu niyam. İnsanlar gece yattığında siz namaz kılın. Tədxulul cennete biselam. Salamatlıkla cennete dahil olun.